2 saylı Şərur Kəngərli seçki dairəsindən deməli Siyavuş Novruzov deputat seçilir. Dostlar, onu da deyim ki, deməli Siyavuş Novruzov 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci çağırış Azərbaycanın Milli Məclisinin deputatıdır. Yəni hardasa Siyavuş Novruzovun 25 il stajı var. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Səbinə Əliyeva ilə evlidir, 2 övladı var. Siyavuş Novruzovun dostlar, təsəvvür edin. O uzun illər Milli Məclisin İntizam Komissiyasının sədri, İctimai Birliklər və Dini Qurumlar Komissiyasının sədri işləmiş, hal-hazırda isə Milli Məclisin regional məsələləri üzrə İş Komissiyasının sədridir. Bu, əziz dostlar, Siyavuş Novruzovdur. Siyavuş Dünyamalıoğlu Novruzov. Bəli, bugün demək olar ki, Siyavuş Novruzovun demək ki, yaşı hardasa 50'nin üstündədir, bugün sabah 60 olacaq yəqin ki. Və təbii məsələdir, hiss edirsiniz ki, səhhətindən bağlı problemləri var. Amma dəxli yoxdur. Bunun deputat yeri, deputat ştatı İlham Əliyevin tapşırığı ilə yerindədir və mən bugün məhz Babək rayonundan, məhz o Cəhərli kəndində yaşayan insanlardan Qurban Məmmədovun bilirsiniz ki, qohumudur. Və o adamlara üzümü tuturam. Dostlar, mən dünən də Ziyafət Əsgərovun mandatı ilə bağlı dedim. Bugün də Siyavuş haqqında. Öz ölkənizə, öz dövlətinizə, öz xalqınıza, öz rayonunuza, öz kəndinizə sahib çıxın, əziz qardaşlar. Əgər siz bunun kimi, baxın, bir dənə bununla bağlı bir sujet var. Onu da verim, ondan sonra siz biləcəksiniz ki, yəni bilirsiniz əslində Siyavuşun kim olduğunu, o medallarla falanla bağlı. Sənin medalların nə qədərdir, bəlkə özün də sayını itirmiş. Yadındadır nə qədər medalın var sənin? Medalın xüsusiyyətini bilməyən medal haqqında danışır. Mən başlayıram ordenlərdən. Şöhrət ordenidir, bir də vətənə xəyanət ordenidir. Onu 1-ci dərəcəli xəyanət. Bunu cənab prezident verib mənə. Aşağıda olanların yarısında cənab prezidentin sərəncamı ilə Əlifba bayramında almışam. Bu tərəfdə SSR Ali Sovetin Rəyasət Heyətinin qərarı ilə almışam sukalığa görə. Mən 1-ci dərəcəli suka olmuşam. Bu hər adamda ola bilməz, heç kəsdə olmaz, ancaq məndə olur. Yenə borçluyam Heydər Əliyevə. Heydər Əliyev oldu. Dostlar, mən Siyavuş Novruzov haqqında çok kısa olarak bunu dedim, bilirsiniz niye? Ona göre ki Siyavuş Novruzov bizim her birimiz necə şərəfsiz bir gədə olduğunu bilirik. Və bu sujeti hazırlayan insanlara da mən təşəkkür edirəm. Ona göre ki Siyavuş Novruzovun doğrudan da yani təqdim olunan, təltif olunan ordenləri çoxdur. Wikipedia'da da var. Mən saydım onları, demək olar ki və İlham Əliyev də məhz ona görə deyir, sənin medalların çoxdur. Bu Siyavuş Novruzov hətta Putin'dən də medal alıb. Rus torpaqlarını qoruduğu üçün. Yəni Vladimir Putin buna medal verib. Ona görə ki Siyavuş Novruzov Azərbaycan torpaqlarını Rus torpaqları hesab edir və onu Vladimir Putin üçün qoruyur. Məsələ budur. Yəni o nöqteyi nəzərdən mən bizim hörmətli dostlarımıza, yəni hörmətli Naxçıvanda, Yaqub Şərri Kəngərli seçki dairəsindən olan insanlara deyirəm, dostlar, baxın, baxın, görün kimi seçirsiniz. Bugün bu şərəfsizlərin törətdikləri cinayətlərdən ən çox əziyyət çəkən Naxçıvan cəmaat olub. Naxçıvan Muxtar Respublikasının cəmaatı olub. Və elə ona görə də Heydər Əliyev o vaxtı yadınızdadır, 93-cü ildə ölkəni işğal edəndən sonra Naxçıvan Muxtar Respublikasından muxtariyyatı daha da genişləndirdi və az qala Azərbaycandan ayırmışdı. Yəni balaca bir şey lazımdır, qanun dəyişikliyi eləmək lazımdır ki, Azərbaycandan ayrılsın. Yəni Heydər Əliyev əgər Bakıda, yəni Azərbaycanda hakimiyyətə gəlməsəydi, yəqin ki, Naxçıvan bu məsələni də bu periodda yaşayacaqdı. Və yəni o nöqteyi nəzərdən ki, hamımız bilirik ki, Naxçıvanın ümumiyyətlə Muxtar Respublika kimi fəaliyyət göstərməsi unitar respublikalarda absurddur.
Və o nöqteyi nəzərdən də mən bütün Naxçıvanlılara deyirəm, əziz dostlar, ikinci seçki dairəsi, birinci Ziyafət Abbasov, ikinci Siyavuş Novruzov, ikinci şərəfsiz hüquqşünas. Siz bu hüquqla məşğul olan insanların qarşısında istəyirsiniz ki, bizdə ləyaqətli hüquqşünas yetirsin. Bu da bizim problemimiz dostlar. Ona görə də biz iki variantdan birini seçməliyik. Ya bizim o dostumuz deyən 500 manat maaşa razılaşıb kilki, yəni mal yeyən kartof, nə bilim deyək ki, bal heç ağlınıza gətirməyin. Mən hələ balıq filan zat demirəm. Yəni beluqa, ağ balıq, asitrin filan. Yəni əgər siz doğrudan da insan kimi yaşamaq istəyirsinizsə dostlar, başqa şeyə gücünüz çatmır. Heç olmasa seçkilərdə belə şeylərə fikir verin. Öz seçki dairənizdə öz deputatınıza, öz millət vəkilinizə sahib çıxın ki, o da sizin hüquqlarınızı qorusun.